Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ev quşları, xüsusilə də cücələr arasında bir sıra yoluxucu xəstəliklərə səbəb olur. Bunun qarşısını almaq üçün mütəxəssislərlə məsləhətləşmək vacib amillərdəndir. Ağcabədidən hazırlanan sujet izləyək. Qış mövsümündə bir aylıq cücələr pulliroz xəstəliyinə daha həssas olurlar. El arasında ağ ishal kimi tanınan xəstəliyə qarşı vaxtında tədbirlər görülməsə, ev quşları arasında kütləvi tələfat baş verə bilər. Baytar həkim Qaraş Vəliyev profilaktiki tədbirlərin vaxtında və düzgün aparılmasını vacib sayır. Mövsümün digər xəstəliklərindən biri də koksidiozdur ki, buna da 2 aylıq cücələrdə təsadüf edilir. Qanlı ishal kimi tanınan xəstəlik ən çox nəmli havalarda müşahidə olunur. Bunun üçün də cücələrin yeri quru saxlanılmalıdır ki, xəstəlik törədici mikroblar inkişaf etməsin. Kanatlar düşür, tüklər pırpızlaşır, yemdən və sudan imtina eləyir, kütləşir cücələr bir yerdə qalır, yemə suya yaxınlaşmır və onların nəticələrində qan izləri görünməyə başlayır. Əgər vaxtında qarşısı alınmasa, quşçuluqda böyük tələfat verə bilir bu xəstəlikdə. Qaraş Vəliyev bildirir ki, düzgün profilaktiki tədbirlər aparmaqla tələfat vermədən bu xəstəliklərin qarşısını almaq mümkündür. Elnar İbrahimova, Ramin Ələsgərov, Ağcabədi.